Dadaş adlı izləyicimiz bildirir. Salam, axşamınız xeyir, necəsiniz? Keçmiş də olsa bayramınız mübarək. Biz də sizi salamlayırıq. Keçmiş deyil, hər zaman xoşdur. Biz də sizi təbrik edirik bayramınızı. Şahrüddin Abbas Hüseynov, Ramil Şeydəyev Qarabağda nə edirlər? Niyə jurnalistlər Qurban müəllimə, Qurban hocaya bu sualı vermir? Təbii ki, gedişatda jurnalistlər bu sualları çox verib. Təbii ki, sərəncamında olan futbolçular haqqında Qurban Qurbanov negativ danışmayacaq. Amma Ahmet, mən fikirlərin sənə də maraqlıdır. Mən əslində məlum sujetdə də bildirmişdim ki, artıq yayda bu futbolçularla yollar ayrılmalıdır. Şahrüddin, Abbas, Ramil Şeydəyev. Düşünürəm ki, Qarabağa artıq yükdür bu futbolçular. O barədə indi öz fikirlərimizi bildirərik. Amma fikirdən əlavə, yəni o hansı ki adını çəkdiyim futbolçulardan əvvəl istəyirəm bir dənə də haşiyə çıxım. Çünki biz bu verilişdə bizim danışdıqlarımız zaman keçdikcə öz reallığını tapır. Yəni ona görə bəlkə də bizi daimi izləyən tamaşaçılar, yəni yadlarına düşəcək deyəcəklərim. O penalti epizodu ilə bağlı, bax bu günləri açıq-aşkar, birmənalı şəkildə deyək ki, o birmənalı şəkildə deyəndə həmişə Neftçinin köhnə vitse-prezidenti Tahir Süleymanov yadıma düşür. Yəni o həm çox hissədirdi bu ifadəni, buradan da ona salam olsun. Deməli, bax bu penalti nəyə kölgə saldı yenidən? Çempionluq mübarizəsinə. Çempionluq mübarizəsinə, Sabahın gördüyü işlərə, o gözəl oyuna, bugün Sabah komandası artıq qətiyyətlə deyə bilərik ki, Sabahın Azərbaycan çempionatında oynadığı futbol Qarabağdan daha yaxşıdır. Hal-hazırdakı durumdan söhbət gedir. Və mən sənə deyim, hal-hazırdan əlavə elə çempionatın ümumi götürsə çempionatı Sabah Qarabağdan daha önə çıxır futbol baxımından, düzdür? Yəni, yenə deyirəm, belə qərarlar, hansı ki biz qərarın yanlış olduğunu deyirik də, düzdür? Birinci zərər kimə vurur? Sabahın oynadığı futbola. Əməyə zərbə vurur. Əməyə zərbə vurur. Onsuz da Sabah məncə bu saatdan sonra artıq çempionluğu verilməsi çox müşkül məsələdir. Ona görə ki, o oyun olaraq Sabah möhtəşəmdir. Yəni bu oyundan Sabahın o qədər böyük bir ciddi problemlər yaranmalıdır ki komandada. Nə bilim, birdən-birə 5-6 futbolçunun zədələnməsi və yaxud da nə bilmirəm də nəysə də elə bir qlobal bir problem olmalıdır ki, komanda çempionluğu əldən versin. Yəni onsuz da komandanın göstərdiyi futbol alqışa layiqdir. Xüsusilə qışdan sonra hətta əksər oyunları ilk 30 dəqiqədə məsələni həll edir. Yəni ona görə də yenə deyirəm, bilmirəm, həqiqətən də yəni belə əslində yenə deyirəm, burada Sabah komandasının rəhbərliyinin heç bir günahı yoxdur. Sadəcə verilən qərarlar gətirib buna çıxardır. Qəbələ 1, indi 2. Kade Borges imişli. Yəni, nəysə, bu futbolçularla bağlı da sözün açığı Xanoğlan, bu adını çəkdiyin futbolçular hansı ki Ramil Şeydəyevdir, Şahrüddindir, Abbasdır. Ola bilər ki, Qarabağda çox şans qazanmırlar, mən razıyam. Amma hal-hazırda futbolçu hovuzumuz o qədər kəsaddır ki, yəni bu adı çəkilən hər bir futbolçunun Azərbaycan üçün hal-hazırda çox böyük önəmi var. Çünki onlar yoxa çıxsa yerinə qoya biləcəyimiz adam yoxdur. Tutalım ki, qapıçı baxımından var. Məsəl üçün Səlahət var, Rıza var, Yusuf İmanov var, qapıçı olaraq varımızdır. Amma o digər mövqeylərdə bizdə çox böyük, təsəvvür edək ki, Bədəvi Hüseynov bugün milliyə çağırılıb. Səbəbi nədir? Bəhlul yoxdur. Yəni artıq oyun praktikası baxımından əziyyət çəkən 35-36 yaşında olan Bədəvi milliyə məcburiyyətdən çağırılır. Çünki bir futbolçumuz yoxdur, yəni mərkəz müdafiəçisi. Məcbur olub, alternativ yoxdur. Yəni ona görə bu futbolçuları birdən-birə yox eləmək olmaz. Çünki qardaş, vallahi yoxdur futbolçu.